Rəvayət edilir ki, Avf ibn Malik demişdir: Təbuk döyüşündə Peyğəmbər, ona Allahın salavatı və salamı olsun, dəridən düzəldilmiş çadırdaykən mən onun yanına gəldim və o mənə dedi: Qiyamət saati gəlməzdən əvvəl baş verəcək bu 6 əlaməti say. Mənim ölümüm, sonra Qüdsdə olan Beytül-Məqdisin fəth edilməsi, sonra qoyunları qırıb çapan tumov xəstəliyi kimi sizi məhv edəcək azar, sonra mal-dövlət o qədər artacaq ki, birisinə 100 dinar verdikdən bundan narazı qalacaq, sonra elə bir fitnə meydana gələcək ki, ərəblərdən hər birinin evinə girəcək, daha sonra Rumlularla sizin aranızda sülh bağlanacaq və çox keçmədən onlar bu əhdi pozub, hər birinin altında 12 minlik qoşun olan 80 bayraqla sizin üstünüzə gələcəklər. Buxari 3176-cı hədis. Ömərin xəlifəliyi dövründə hicrətin 16-cı ilində Qüds fəth olunur və orada bir məscid də inşa edilir. İbn Həcər deyir, bu əlamət Ömərin zamanında Qüdsün fəthindən sonra Ambasda baş vermişdir. Taun hicrətin 18-ci ilində Ambasda baş vermiş və sonra Şam tərəfə də yayılmışdır. Ölənlərin sayı 25 min nəfər olmuşdur. Bu ümmətin əmini olan Əbu Ubeydə Cərrah da bu xəstəlikdən ölmüşdür.